Yaxşı, başlayaq uşaqlar. Onda indi kim istəsə qoşular. Deməli. Ya Allah, başlayırıq. Deməli uşaqlar, əsas bu gün mətnə baxacağıq. Mətnin qaydalarına, yəni mətnin sualları necə işləməliyik ki, onları cavablandıra bilək. Aha, Azərbaycan dilində bilirsiniz də bölmələr var. Məsələn, fonetika, leksikologiya, morfologiya, sintaksis. Yəni ilk əvvəl biz aşağı siniflərdən də fonetikadan başlayırıq. Fonetikadan başlayırıq. Fonetikada nələri öyrənirdik? Danışıq səs. Aha, bəli, danışıq səsləri. Yəni saitlər, samitlər, heca, vurğu, ahəng qanunu. Yəni bunlar Səs hamısı, artımı, səs düşümü. aha. Bunları öyrənirik fonetikada. Sonra keçirik sözə. Məsələn, leksikologiyada amonimlər, sinonimlər, antonimlər, yəni sözə aid olan məsələləri öyrənirik. Sonra keçirik morfologiya. Yəni morfologiyada bilirsiniz ki, nitq hissələridir. Yəni nitq hissələrini öyrənirik. Sonra da sintaksis, söz birləşmələri, cümlə. Bütün bunları keçəndən sonra bundan sonra mətn gəlir. Yəni necə ki, səslər birləşir, hecanı yaradır. Məsələn, heca birləşir, sözü yaradır. Sözlər də birləşir, nə yaradır? Cümlə. Cümlələr də birləşir, mətn yaradır. Yəni mətndə vahid bitkin hissədən ibarət olur. İndi bu gün danışacağıq mətn haqqında. Mətnin, məsələn, mətn deyəndə nə başa düşürsünüz? Birinci sinif fikirləri öyrənin. Aha, de görüm Fatma. Əsas fikir. Aha, əsas fikir ideya. Ha, o mətnin ideyasıdır. Hə. Məsələn, mətndən çıxan əsas fikir onun ideyası. Məsələn, onu yazan müəllif bizə nəyi çatdırmaq istəyirsə, o olur mətnin ideyası. Bəs ümumi mətnin özü nə deməkdir? Tamam müəllim. Salam, salam ilə. Mətn də odur ki, vahid bitkin cümlələrdən təşkil olunur. Məna vahidlərinə ibarət olur. Yəni mətnlərin indi növləri var da, indi yuxarı siniflərdə keçəcəksiniz. Yuxarı sinifdə olanlar da bilirlər. Deməli, əsasən mətnlər üç yerə bölünür. Təsviri, nəqli, bir də mühakimə. Yəni bu formada növlər belə bölünür. Yəni təsviri adından göründüyü kimi orada nəsə təsvir olunur. Məsələn, belə deyək də, bir dənə mənzərə olanda, hər hansısa bir gözəl mənzərə var. Məsələn, tutaq, rəssam onun nə edir? Şəklini çəkir. Söz sənətkarı da nə edir? Sanki onun sözlə şəklini çəkir. Yəni, olur təsvir eləyir. Ona görə bu mətnlər adlanır təsviri. Nəqli mətnlər adından göründüyü kimi nəql olunur. Bizə rəqibdən lövhəni paylaşım, deməli. Aha. Bir dənə paylaşma. Lövhədə sizə mən izah edeyim. Deməli, aha. Bizdə saniyə, deməli. Bunu böyüdək, aha. Ha, götür onu, götür. Aha, bizdə saniyə. Deməli, lövhəmiz. Salam aleyküm. Aleyküm salam, aleyküm. Ha, dediyim mətnlər neçə yerə bölündü? Nəqli, düzdür, təsviri, bir də mühakimə.
Aha. Nəqli, təsviri, mühakimə. Yəni bu ümumi mətnlərin növləridir. Nəqli dedik ki, adından göründüyü kimi orada hər hansısa bir gördüyümüz hər hansısa belə deyək. Tutaq belə deyək, yay tətilində getmisiniz rayona, qayıdıb gəlirsiniz. Məsələn, qardaşınız, bacınız və ya kimsə sizdən soruşur ki, məsələn, necə keçdi yay tətili, rayonda nə iş gördünüz? Başlayırsınız onu nəql eləməyə, danışmağa. Sən hara getdiniz, nəyi gördünüz, məsələn, təbiət qoyununa çıxdınız. Yəni, o danışdığınız olur nəqli mətn. Yəni, sanki onu nağıl edirsiniz də, belə deyək. Təsvir nədir bəs? Təsvirdə, yəni təsvir olunur. Və bəzi mətnlər var ki, qarışıq olur. Tutaq, nəqli təsviri olur. Həm nəqli hissəsi olur, həm təsviri. Qarışıq mətnlər də olur. Məsələn, ümumən bu formada bölünür. Məsələn, nəqli, təsviri, bir də mühakimə. Bir də bunların qarışıq forması olur. Məsələn, tutaq elə ki, bir mətnin içində həm nəqli mətn olur, həm də təsviri. Yəni, bu formada da ola bilir. Yəni, qarışıq ola bilir. Yəni, dediyi kimi, nəqli olanda, məsələn, nəql edirsiniz, nağıl kimi danışırsınız. Təsvir də olanda onu təsvir edirsiniz. Məsələn, da orada bir göl görmüsünüz, gölü təsvir edirsiniz ki, suyu dupduru idi, məsələn, ağaclar belə idi, quşların səsi. Bəs mühakimə nədir? Bax, burada da uşaqlar, fleksiya var, indi yuxarı siniflərdə biləcəksiniz. Məsələn, ərəb sözlərində biz həmin samitlərə görə sözü tapa bilirik, məsələn. Tutaq, kitab, katib, məktub. Məsələn, orada görür ki, bax, samitlər qalır, saitlər dəyişir. Ç, t, b. Bax, bu samitlərdir. Bax, məsələn, bunlardan birləşir, olur kitab, məktub, katib. Bax, fikir verirsiniz, samitlər qalır, saitlər dəyişir, yeni söz yaranır. Yəni, ümumiyyətlə, belə deyək də, dünya dilləri bölünür, tipoloji bölgüsü var. Dünya dillərinin tipoloji bölgüsü var. Məsələn, müxtəlif formalara bölünür. Hep bizdə dəqiqə uşaqlar. Aha. Deməli, aha. Həmin. Bax, dünya dillərinin tipoloji bölgüsü var. Dünya dilləri bölünür. Məsələn, kök dillər var, amorf dillər var, flektiv dillər var. Azərbaycan dili deməli, türk dilləri ailəsinə aiddir. Türk dilləri ailəsinin Oğuz dillər qrupuna. Oğuz dillər qrupuna aid. Yəni, burada bizim dilimizdən başqa həmçinin Türkiyə türkçəsi, türkmən, yəni Türkmənistanda. Bir də qaqavuzlar. Onlar da Avropadadır. Yəni, bunlar Oğuz dillər qrupuna aiddir. Bizdə belədir ki, iltisaqi dildir. Yəni, bizdə kök dəyişmir, şəkilçilər ona artırılır. Bilirsiniz də, söz yaradıcılığında keçmişsiniz. Bu formada kök belə olurdu. Sonra söz düzəldici şəkilçi, sonra söz dəyişdirici şəkilçi. Yəni, bizdə kök sabit qalır da, belə deyək. Kök dəyişmir. Kökdən soruya artırırıq şəkilçini. Şəkilçini kökdən soruya artırırıq. Amma dünya dillərinin bir çoxu var ki, ümumiyyətlə şəkilçi yoxdur. Eləsi var ki, kök dəyişir. Məsələn, bax dediyimiz kimi, bu ərəb dilində. Necə samitlər qaldı, saitlər dəyişir, tamam başqa söz əmələ gəlir. Amma görürsünüz, bizdə elə bir şey olmur. Bizdə kök heç vaxt dəyişmir. Şəkilçini ona artırırıq. Məsələn, tutaq dəniz, dənizçi, dənizçilik. Görürsünüz, sözün kökü qalır, şəkilçi ondan sonraya. Bir də istisna hallar olur ki, məsələn, bizim dilimizdə aşağı siniflərdə keçmiş son ön şəkilçilər var. Məsələn, bi, ba, məsələn, bi, vəfa, namərd. Həmin bu ön şəkilçilər də həmçinin bizim dilimizə başqa dildən keçib. Yəni, bizim dilimizə aid deyil. Leksik şəkilçilərdir, alınma şəkilçilərdir. Onda bu formada, yəni söz yaradıcılığında keçəcək, məsələn, sözün kökü önünə qoyuruq elə ki, leksik şəkilçinin. Bax, bu formada olur. Aha. Bura hardan gəldi, çıxdıq? Bu mühakimə sözündən haşiyə çıxdıq. Burada görürsünüz, samitlər nədir burada? H, ç, bir də m. Bu nə sözündə var, məsələn, bu samitlər? Da hökm, hakim, məhkəmə. Görürsünüz, bax, bu kökdən əmələ gəlir.
Yəni sanki mühakimə edirik də bir şeyi öz fikirlərimizi bildiririk. Ümumiyyətlə uşaqlar, insanda təfəkkürün növləri var. Təfəkkür bilirsiniz də, məsələn insan Allah Taala bizi yaradıb, ağlımız var. Məsələn digər canlılardan fərqlənir. Bizim ağlımız var, həmçinin təfəkkürümüz var. Fikirləşirik, məntiqimiz var, məntiqi hökm çıxarırıq. Təfəkkürdə məsələn məntiqi təfəkkür var, tənqidi təfəkkür var, bir də yaradıcı təfəkkür. Məsələn alimlər təfəkkürü belə bölürlər. Məsələn məntiqi təfəkkür nədir? Məsələn daha çox belə deyək də riyaziyyatda istifadə edirik. Ümumiyyətlə mətnlərdə də istifadə olunur. Məntiqi təfəkkürdən, məsələn mətndən müasir dövrdə belə deyək də ən çox oxuyub anlama məsələləridir. Azərbaycan dilində ən çox oxuyub anlama. Yəni mətni oxuyuruq, oradan nəticə çıxartmalıyıq. Gör mətni necə başa düşmüşük. Yəni suallar da bax bunun üzərində qurulur. Aha. Bax mühakimə xarakterli mətnlərdə də məsələn öz fikirlərimizi bildiririk. Burada isə ən çox tənqidi təfəkkür. Məsələn tənqidi təfəkkürdə öz fikirlərimizi bildiririk, müsbət və ya mənfi. Məsələn əsəri oxuyanda da olur. Bax ədəbiyyatdan görürsünüz, məsələn bir əsəri oxuyuruq. Məsələn, ona öz fikrimizi bildiririk. Məsələn ki, orada bu obraz müsbət obraz idi. Bilirsiniz də, məsələn, əsərdə obraz, baş obraz olur, əsas obraz, köməkçi obrazlar olur, əsas obraz, köməkçi obrazlar. Və ya müsbət obrazlar, mənfi obrazlar. Məsələn, biz əsəri oxuyuruq, onu öz münasibətimizi bildiririk ki, məsələn, bu əsər yaxşı idi. Məsələn, buradakı bu surət daha gözəldir, ədalətlidir, məsələn, belədir, mən də ona oxşamaq istəyirəm. Öz tənqidi fikirlərimizi bildiririk. Və yaxud da deyirik ki, düzgün ola bilər ki, bəyənmirik. Deyirik ki, bu belə deyil. Hətta belə deyək, həm əsərə öz münasibətimizi bildirə bilərik, həm də əsəri yazan müəllifə. Məsələn, tənqidi fikirlərimizi bildirə bilərik. Məsələn ki, bu əsərdə mən istəyərdim ki, belə olsun, məsələn, sonluq belə qutarsın. Və bu zaman nə olur? Bizim tənqidi təfəkkürümüz. Amma ən üstün təfəkkür isə yaradıcı təfəkkürdür. Bu da belə deyək də, hər insanda olmur. Tutaq əsər yazan yazıçılar, o yaradıcı təfəkkürdür ki, yeni əsər yazır. Və yaxud belə deyək də, alimlər nəsə kəşf eləyir. Məsələn, onlardakı bu nədir? Yaradıcı təfəkkür. Təfəkkürün ən üstün növüdür. Yəni, burada yaratmaq, nəsə yeni bir şey kəşf edirsən. Bax, bu olur bu formada. Yəni, bu da belə deyək, təfəkkürün növləridir. Yəni, bugünkü dərsimizdə ümumi məlumatlar verirəm sizə. Yəni, belə deyək də, əsas məsələlərə toxunuruq. İndi ondan sonra da mətnə aid qaydalarımızı keçəcəyik hissə-hissə. Bir də ondan sonra burada mətn kitabı var, 20 mətn, dinin mətn kitabı var. Yəni, oradan mətnlərdən işləyərik inşallah. Birinci nəzəriyyəni öyrənməliyik ki, əsas qaydalar bilək ki, mətn nədir, onun ideyası, plan nədir, mətnə aid sual tipləri. Onları tam öyrənəndən sonra inşallah keçəcəyik mətni işləməyə. Yəni, belə deyək də, bu öyrəndiklərimizi tətbiq eləyəcəyik. Görək bu mətnləri biz necə işləyə bilərik. Yaxşı, ümumən bax mətnləri bildiniz. Deməli, nəqli, təsviri, mühakimə. Yəni, bu ümumi mətnlərdir. Bir də inşallah indi 9-cu sinifdə imtahan verəndə, indi imtahan verənlər bilir, yəni, və ya kimisi gələcəkdə imtahan verəcək. Orada isə 2 cür mətn düşür uşaqlar. Deməli, bir mətn olur, bədii üslubda, yəni üslubları da yuxarı sinifdə keçəsiniz, belə deyim də sizə. Elə bir ki, sanki ədəbiyyatdan bir əsər verilib. Belə götürün siz, belə yadda saxlayın. Da ədəbiyyatdan sanki bir əsər verilib, əsərdə bayaq dediyim kimi hər hansısa hadisə baş verir. Birisi də 5-ci sinifdə keçmişdiniz, belə hadisələrin başlanması, ziddiyyətlərin yaranması, ziddiyyətlərin açılması da belə sona çatır. Məsələn, burada hadisələr başlayır, burada ziddiyyətlər yaranır. Burada zirvə nöqtə, kulminasiya nöqtəsi deyirlər. Hadisələr kulminasiya nöqtəsinə çatır, ondan sonra ziddiyyətlər açılır və son. Əsər sona çatır. İndi bunu lap yuxarı siniflərdə ümumi belə terminlərlə keçərsiniz. Məsələn, bu zirvə nöqtəyə kulminasiya deyirlər. Zavyaska, razvyaska, final. Bu, belə deyək, bədii əsərdə sujetin mərhələləridir. Sujet xətti var. Bədii əsərin. Orada keçəcəksiniz, biləcəksiniz. Yəni, 9-cu sinifdə inşallah mətnin biri belə düşəcək. Yəni, biri bədii mətn olur. Yəni, burada da hər hansısa bir bədii əsər olur və ya hər hansısa bir hadisənin bədii formada verilir. Bir mətn isə elmi üslubda olur.
Yəni o da nədir? Sanki belə deyək də, hər hansısa riyaziyyatdan, fizikadan, digər fənlərdən belə deyək. Hər hansısa bir mətn salınır və yaxud coğrafiyadan, texnologiyadan elmi mətn olur da. Məsələn, orada terminlər olur. Məsələn, hər hansısa bir nəyinsə izahı verilir. Yəni bu da indi üslublara yuxarı sinifdə keçəcəksə, amma ümumi məlumat verim ki, məsələn, publisistik üslub olur. Publisistika yəni qəzet, jurnal dilidir. Sanki qəzetdən, jurnaldan bir məqalə götürüblər, belə deyək. Elmi üslub dediyim kimi hər hansısa bir elm sahəsinə aid, orada daha çox terminlər. Bədii üslub ədəbiyyatda olan, məsələn, məişət üslubu var. Gündəlik danışığımızda istifadə etdiyimiz evdə məsələn, insanlarla danışıq, Fərdi üslub məişət var. üslubu. Və yaxud rəsmi işgüzar üslubu var. Məsələn, belə deyək. Həm rəsmi işgüzar budur ki, məsələn, görürsünüz, məktəbdə ərizə yazırsınız. Sinif rəhbərinə və yaxud müəllimə, direktora və arayış verilir hardansa bizə. Arayış alırıq ki, təqdim eləmək üçün məsələn, dərsə gəlməmisiniz və yaxud izahat yazırsınız. Və bunlar işgüzar sənədlər. Həmçində rəsmi sənədlərdə məsələn prezident fərman verir, sərəncam verir. Bunlar da rəsmi sənədlərdir. Yəni onlar bir yerdə gedir rəsmi işgüzar. Bax bu formada. Aha. Deməli, dedik nəqli, təsviri, mühakimə. Kimin yadında qaldı? Nəqli nə idi? Nəql olunur da danışıq dili ilə. Aha, Mətni danışırıq. bəli. Bəs təsviri? Təsvir olunur da, məsələn, hər hansı bir təbiət hadisəsi dedik. Məsələn, inşa yazırıq, orada yayda kəndə gedir. Məsələn, orada hadisələri təsvir eləyirik belə. Bəli, doğrudur. Yəni belə deyək də uşaqlar, bax, incəsənətin müxtəlif növləri var da, bayaq dediyimiz kimi. Necə ki, rəssam, məsələn, bir gözəl mənzərə görsə nə edir? Boyadan, fırçadan istifadə eləyir, onun şəklini çəkir. Yəni, onun istifadə vasitəsi nə oldu? Boya, fırça. Amma söz sənətkarı onu görəndə həmin mənzərəni bəs nə edir? Onun da istifadə vasitəsi nədir? Söz. Sözün qüdrətinə istifadə olunur uşaqlar. Nəql Buna edir. deyirlər sözün məcazi mənası. İndi keçmisiniz də bilirsiniz, məcazlar. İndi 5-ci sinifə keçənlər indi biləcəklər. Məsələn, hələ ibtidaida da az məlumatlar var. Məsələn, bədii təsvir ifadə vasitələri var. Epitet, təşbeh, metafor, simvol. Metafor. Aha, bəli. Yəni bunlar nədir? Sözün məcazi mənasına istifadə olunur. Yəni buna deyirlər sözün qüdrətdə. Sanki bir var belə deyək. Bir var bizim danışdığımız söz, bir də var şair, sənətkar ondan gözəl bir şeir yazır. Görürsünüz tamam başqa olur. O da sözlərdən istifadə olunur, amma ondan sənətkarcasına. Yəni orada bədii təsvir, ifadə vasitələrindən istifadə edir deyənə o daha belə deyək, gözəl şəkildə olur, bəlağətli olur. Aha. Bəli, təsvir olunur. Bəs mühakimə də dedi, yəni sanki orada mühakimə olunur. Ona tənqidi münasibət bildiririk, müsbət mənfi cəhətləri sadalayırıq. Bax bunlar. Yaxşı. Bax bir də ümumiyyətlə uşaqlar, mətn, qoy bir dənə bunu silim. Hə, bax bir də ümumiyyətlə mətn deyəndə, bax belə yadda saxlayırıq ki, mətn birinci mətnin adı olur uşaqlar. Bax, mətn varsa, qoy bizə də bu qələm götür. Hə. Bax, hər hansısa bir mətndir də belə deyək. Bir mətndir, bu bizim sanki mətnimizdir. Mətnin mütləq nəyi olur uşaqlar? Adı olur, başlıq olur. Ondan sonra nə olur mətndə? Abzas. Ay, sol, abzaslar, bəli. Ən əsas mətndə istifadə olunan, bax, terminlərdən birimiz abzasdır. Bax, məsələn, abzaslar neçə olur? Çox olur, məsələn, abzaslar. Düzdür, bəzi mətndə ola bilər bir abzas olsun. Amma ən azı 2-3 abzas olur da, belə deyək. Bax, bəli, mətndə əsas qaydalarımızdan biri olduğu adı. Yəni, başlıq. Bəzən görürsən ki, suallarda ad vermirlər, məqsədli şəkildə, belə nöqtə-nöqtə qoyurlar. Çünki ona sual tərtib edirlər. Sonra bir sual verirlər ki, məsələn, mətnə hansı ad daha uyğun gəlir? Bax, biz də necə onu tapırıq? Məsələn, baxırıq ki, mətndə, məsələn, tutaq 44 günlük müharibəmizdən danışır. Vətən müharibəsi, əsgərlərimizin şücaəti. Buna deməli, nəvi ad verə bilər, ona uyğun ad verə bilər. Düzdür, uşaqlar? Yəni, ümumiyyətlə, mətndə məzmun deyə bir anlayış olur. Məzmun, mövzu. Bax, mövzu, məzmun. Mövzu nədir sizcə? Mövzu. Mətndə gedilən bütün mətnin
hansı mövzuda olduğu. Aha, bax hansı mövzuda ola bilər məsələn mətn? Vətən mövzusu ola bilər, əsgər mövzusu ola bilər, bayraq mövzusu ola bilər. Bəli. Tutaq dostluqdan danışılır, sədaqətdən danışılır və yaxud dediyiniz kimi vətənə məhəbbət və ya ana mövzusu, yəni müxtəlif mövzular ola bilər də, bəli. Artıq biz o mövzudan bilirik ki, ona uyğun başlıq verə bilərik. Ona uyğun. Çox vaxt başlıqlar da müxtəlif cür olur. Məsələn, tutaq sual formasında olur və yaxud mətnin ideyasında ifadə edə bilir uşaqlar. Çox vaxt belə də ola bilər. Tutaq mətnin ideyasında ifadə edə bilər. Müxtəlif cür başlıq formaları olur. Və o başlıqdan da çox vaxt biz bilə bilirik ki, məsələn, tutaq burada nəydən danışılacaq. Yəni, belə də ola bilər. Sanki o açar söz formasında olur. Yəni, mətndə ən çox istifadə etdiyimiz termin nədir? Yəni, bunları indidən deyirəm ki, biləsiniz. Məsələn, açar söz nədir? Açar söz, aha, kimin fikri var? Yəni, çəkinməyin uşaqlar. Bax, bir məsələni sizə deyim, mən həmişə öz şagirdlərimə deyirəm, bax, bir var, bir şey deyirsən, səhv olur. Bir də var, heç demirsən. Yəni, onun deməyin səhv olmalı, heç deməməyindən daha yaxşıdır. Çünki o səhv deyirsən, sonra o sənin beynində avtomatik o düzü də biləndən sonra o daha sənin yaxşı yadında qalır. Daha yaxşı öyrənsin. Bir də var, heç cavab vermirsən. Və ona görə, belə deyək, elm belə məsələ ki, alimlər deyirlər ki, məsələn, o insan ki, utancaqdır, elm öyrənə bilmir də. Utanmaq gözəl xüsusiyyət, bəli, həya. Amma elm öyrənəndə gərək mütləq öyrənəsən, sonra səhvdən qorxmayasan. Ona da məsələn, müasir dövrdə alimlər belə bölürlər ki, məsələn, düşüncə tərzi var da, məsələn, iki cürdür. Açıq düşüncə tərzi, bir də qapalı düşüncə tərzi. Qapalı düşüncə tərzi odur ki, məsələn, səhv eləməkdən qorxur. Tutaq müəllim bir nəfəri tərifləmişəm, indi həmin şagird qorxur ki, birdən səhv eləyərəm, müəllim məni tənqid eləyər də və ya tərifləməz. Bu yaxşı xüsusiyyət deyil uşaqlar. Amma açıq düşüncə tərzində olan insanlar isə səhv eləməkdən qorxmur. Nə qədər səhv eləsə də, yenə səhv edir, daha da mənə yaxşıdır. Səhv edirəm, onun əsasında öyrənirəm. Yəni, bax belə uşaqlar. Yəni, siz də çalışın bu formada. Yəni, səhv eləməkdən qorxmayın. Yəni, hər bir insan səhv eləyə bilər. Bu labüddür də, belə deyək. Çünki səhvsiz olan yalnız uca Allahdır. Ki, bütün nöqsanlardan münezzəhdir, heç bir nöqsan yoxdur. Amma insan olan, mən məsələn, nə olsun müəllimə, mənim də o qədər səhvlərim olur. Yəni, insanlıqsa bu mümkündür ki, səhvimiz olur. Amma əsas olan nədir? Yəni, o səhvlərimizin üzərində işləyək. Məsələn, həmçinin imtihana hazırlaşanda da siz. Əsas da səhvlərinizin üzərində işləyin ki, bax, bunu mən niyə səhv elədim? Onu araşdırın, tapın, məsələn, dərkidin özünüzdə ki, bir daha o səhvi eləməyəsin. Məsələn, insan özü, məsələn, hamımız balaca olmuşuq da. Məsələn, birinci gəzə bilmirik. İməkləyirik, sonra dururuq, gəzmək istəyirik. Birbaşa gəzə bilmirik, yaxın. Biraz gəzirik, bir-iki addım atırıq, yıxılırıq. Nə qədər o təkrar olur, amma sonunda görürsünüz, gəzirik. Bax, insan da belə, həyat da belədir. Yəni, həyatda o qədər səhv edirik və yaxud bu səhvlərin əsasında olur ki, biz çox şeylər öyrənirik. Yəni, siz də çalışın, səhvlərdən qorxmayın. Aha. Dedik ki, mətnin başlığı olur. Əsas məsələlərdən biri. Başlıq olur və ya başlıq olmaya bilər. Biz özümüz ona başlığı necə veririk? Mətnin mövzusuna və məzmuna. Mövzu dediyiniz kimi, məsələn, nəydən götürülüb? Tarixdən götürülə bilər mövzu, müasir dövrdən götürülə bilər. Hər hansısa sənətkarın həyatından, milli qəhrəmanlarımız və yaxud belə deyək, tanınmış insanların həyatından götürülə bilər. Müxtəlif cür ola bilər uşaqlar. Və yaxud sənətkar öz fantaziyasından da yarada bilər. Məsələn, fantastik əsərlər orada bilirsiniz. Məsələn, öz təxəyyülünə əsasən. Yəni, belə mövzu da ola bilər. Məzmun da həmçinin, orada nəydən danışılırsa, məzmun da odur. Aha. Və dedik ki, mətndə də əsas diqqət eləyəcəyimiz məsələlərdən biri abzaslardır, uşaqlar. Bax, ən çox işləyəcəyimiz məsələ budur, abzaslar. Abzaslar bizə çox önəmlidir. Bax, abzaslara aid suallar çox düşür. Ən azı 1-2 sual olur. Məsələn, 9-cu, 11-ci siniflərdə. Məsələn, tutaq, abzas indi keçəcək, məsələn, giriş, əsas hissə, nəticə. Bu da mətnin hissələridir. Giriş, əsas, nəticə. Məsələn, giriş çox vaxt birinci abzas olur. Çox vaxt. Ondan sonra gəlir əsas hissə çox olur. Məsələn, bir neçə abzas ola bilir və çox vaxt da sonuncu abzasda nəticə olur. Çox vaxt əsasən belə olur uşaqlar, əsasən.
Məsələn, giriş bir abzas, nəticə bir abzas, qalan ortada qalan hissəmiz isə əsas hissə. Amma tutaq ola bilər ki, mətn ola bilər bir abzasdırsa, artıq orada biz abzasın cümləsini götürəcəyik. Məsələn, bir neçə cümlə və ya bir cümlə giriş olacaq, sonra əsas hissə və nəticədə həmçinin. Bax bu formada. Aha. Bu mətnin ümumi hissələridir. Deməli, dediyimiz kimi giriş, əsas, nəticə. Bax, burada da həmçinin abzasları. Məsələn, hərdən olur ki, abzasların yeri qarışdırılır. Və yaxud hər hansısa bizə indi mətni işləyəndə görəcəksiniz. Hər hansısa bizə cümlə verilir. Məsələn, deyir ki, bu cümləni hara artıra bilərik biz? Məsələn, hansı abzası artıra bilərik? Onda biz nəyə fikir veririk? Uşaqlar, hər abzas bitkin bir hissədir. Bax, belə yadda saxlayın. Birinci, mətn ümumi vahiddir. Mətn bir bütövdür. Bitkin bir hissədir. Sanki belə deyək də, məktəbi gözünün qabağına götürür. Məsələn, tutaq bizim məktəbimiz 36 nömrə məktəbdə. Bina tam bir mətndir sanki. Sonra görürsünüz, onun mərtəbələri var. Sanki hər mərtəbə bir abzasdır. Yəni, bax, mətn ümumi vahiddir, bütövdür. Yəni, mətndə görürsünüz, ümumi bir, hər hansı ideyası varsa, ümumi mətndən çıxır. Hər hansısa bizə orada fikri çatdırırlar. Və mətndəki bütün abzaslarda bir-birini tamamlayır uşaqlar. Sonra ayrı-ayrılıqda abzaslar isə nədən təşkil olunur? Cümlələrdən. Bax, həmin abzasdakı cümlələr də bir-birini tamamlayır. Həmin abzasdakı cümlələr bir-birini tamamlayır. Və abzasda bir fikir tamamlanır. Sonra yeni abzasa nə zaman keçirik? Bax, bu da önəmli məsələlərdən. Bu da suallarda düşür. Necə? Məsələn, əslində iki abzaslı mətndə iki abzası birləşdirib bir abzas şəklində verirlər. Sonra bizə deyirlər ki, hansı cümlədən başlayıb yeni abzasa biz ayıra bilərik mətni? Hə, onda da baxırıq nəyə? Hə, baxırıq ki, burada nə ola bilər uşaqlar? Abzas nə zaman dəyişir? Abzas o zaman dəyişir ki, fikir artıq dəyişdi və yaxud zaman dəyişdi və yaxud məkan dəyişdi. Yəni, zaman bilirsiniz də vaxt. Tutaq qədim dövrdən başlayır, sonra keçir müasir dövrə. Artıq vaxt dəyişdirsə, deməli, artıq fikirlər də dəyişir. Və yaxud məkan deyək. Məsələn, hər hansısa bir məkandan danışır, tutaq binanın içindən. Sonra bir də görsən, keçdi başqa mövzuya. Çıxdı təbiət qoyununa və yaxud da belə. Məkan dəyişdi, artıq abzas dəyişir. Bir də ümumiyyətlə məntiqi ardıcıllıq deyə bir faktor var. Məntiqi ardıcıllıq. Yəni, artıq baxırıq ki, məntiqi ardıcıllıqla yeni mövzuya keçir. Məzmun dəyişir. Bax, məzmun dəyişəndə də həmçinin. Yəni, ümumiyyətlə, mətndə aydın məsələdir ki, bütün cümlələr bir-birini tamamlayır. Bir mətnin başlığına əsasən bir mövzu ətrafında tutaq mətnimiz. Amma niyə abzaslara ayırır? Onu müxtəlif cəhətdən izah edir, belə deyək. Müxtəlif cəhətdən. İndi mətn üzərində onu göstərəcəyik inşallah. İndi mən ümumi birinci nəzəri məsələlər deyirəm. Bax, məsələn, bir dənə götürək, belə deyək də, müharibə dövründən. Tutaq, birinci ümumi məlumat verir. Ki, məsələn, giriş necə olur? Məsələn, hər insan öz vətənini sevir, vətən hər birimiz üçün çox əzizdir. Yəni, hər birimiz vətənin müdafiəsinə hazır olmalı. Sonra keçir, ümumi görürsünüz, tutaq, keçdi müharibə, 44 günlük müharibəyə ki, uzun müddət idi, məsələn, torpaqlarımız işğal altındaydı və biz bundan barışmırdıq. Vətənpərvar oğullarımız da həmçinin. Və sonda ermənilər həyasızcasına bizim yenidən torpaqlarımızı işğal etmək istəyirlər, amma qəhrəman ordumuz prezidentimizin əmri ilə əks hücum əməliyyatına keçdilər. Və ondan sonra başlayır ki, əsas hissələr, nələr başlayır. 44 gün ərzində xalqımız, vətənimiz bir oldu, əsgərlərimizlə bir yumruq kimi hamı əsgərlərə yardım edirdi. Həmçinin könüllü nə qədər əsgərlərimiz və axırda nə oldu? Bütün bu birlik nəticəsində biz qələbə qazandıq. Və sonunda nəticə verir uşaqlar. Nəticə də çox var, ümumiləşdirmə olur nəticədə. Nəticədə bir ümumiləşdirmə olur. Bax, girişdə nə olur? Girişdə elə cümlələr olur ki, sanki ondan sonra gələcək cümlələr üçün zəmin yaradır, hazırlıq yaradır. Sonra o cümlələrdən sonra sanki nəsə tələb olunur da ki, biz onu araşdıraq, tapaq, ona cavab verə bilək. Müxtəlif cür ola bilər. Və yaxud giriş verilir, sonra bir sual qoyulur. İndi mətnin tipləri var da, baxsa dedim, həmin o mətnlər ki var, ümumən belə deyək, ibtidaidə belə bölünür ki, deməli, bədii mətnlər də qeyri-bədii mətnlər belə bölünür də, sadə şəkildə. Qeyri-bədii mətnlər, o bayaq dediyimiz kimi, müxtəlif cür ola bilər, məsələn, publisistik ola bilər, elmi ola bilər.
Onların da uşaqlar belə bölünür. Məsələn, İndi 6-cı sinifdən olanlar bilir. Bu il 5-ci 6-cı sinifin kitabları dəyişir də. İndi bu ildə inşallah 7-ci sinifin kitabı dəyişəcək. Artıq yeni kitablar görmüsünüz də 5-də 6-da oxuyanlar görür. Məsələn, dinləmə mətnləri var. Həmçinin dizaynda dəyişib kitabın çox gözəl formadadır. Bax orada da var 6-cı sinifdə. Bu sizə göstərərəm. Burada var məndə. Bircə dəqiqə. Bax 6-cı sinifdə orada mətnin forması var. Argumentativ mətn deyə bir mətn forması var. O da nədir uşaqlar? Arqument nədir sizcə? Bu sözü eşitmisiniz? Arqument sözü. Yəni dava yoxsa Aha. Bircə dəqiqə. Hə. Bax uşaqlar, bu əslində yuxarı siniflərədir. Yəni 9-da olanlar biləcək. Məsələn, müddəa var tutaq. Mətndə hər hansısa müddəa olur, fikir. Fikir irəli sürürsən. Həmin fikri də faktla təsdiq eləməlisən. Arqument gətirməlisən mətndən. Həmçinin indi mətn suallarını işləyəndə görəcəksiniz. Bircə dəqiqə bunu göstərim sizə. Burada mətnə aid cədvəl var idi. Deməli. Aha, deyəsən o ikinci hissədə idi. Qoy bizə dəqiqə. Burada mən kitabların hamısını yığmışam bir yerə. Aha. Hə, bax burada var. Aha. Qoy onda onu paylaşım. Aha, deməli. Bizcə dəqiqə. Bunu dayandıraq. Paylaşım. Hı -hı. Ha, gördünüz uşaqlar burada. Bəli. Aha, bircə dəqiqə. Hə. Bax, burada görürsünüz arqument. İndi burada əslində mətn var idi. İndi 6-cı sinif. Burada bir xalça var idi, pazırıq xalçası, türklərə aid qədim xalçadır. Onun danışan ilmələr mətnidir. Aha. Burada məsələn o danışır ki, o xalçanı tapıblar, sonra deyirlər ki, bu başqa millətə aid. Sonra onu burada faktlarla əsaslandırır ki, əslində bu türklərə aiddir. Burada görürsünüz hər bir mətndə giriş, əsas. Aleyküm salam. Aha. Giriş, əsas, bir də nəticə. Bax, burada görürsünüz arqument. Arqumentdə də həmçinin tezis və faktlar. Tezis də nədir? Yəni biz aha, bircə dəqiqə burada qəbul edeyim. Dərsə qoşulmaq istəyirəm. Aha. Aha. Və faktlar əsasında biz onu əsaslandırırıq. İndi bunların da hamısını izah edəcəm sizə. Orada sual formalar var. Məsələn, ən çox istifadə olunan sual formalar, məsələn, Sinkveyindir, klasterdir. Aha, bizə dəqiqə bunu paylaşaq. Aha. Aha, bax sual formaları qoy burada göstərim sizə. Bizcə saniyə. Aha, bax klaster. Klaster şaxələndirmə deməkdir. Ən çox istifadə olunan bu formada olur. Görürsünüz də yəqin paylaşımı. Tutaq, burada hər hansısa məlumat verilir. İnşallah, əsasən belə olur. Sonra buradakı xəttlər çəkilir. Yəni, biz burada onu davam eləməliyik. Məsələn, əsasən də doğru fikirlər olur. Amma ümumi məntiqi belədir. Birdən fərqli də sizin qarşınıza çıxar. Ümumi klaster məntiqi odur ki, bax, buradakına əsasən biz bunları tamamlaya bilərik. Yəni, burada doğru verilibsə, deməli, doğruları tapmalıyıq. Yanlış verilibsə, deməli, yanlışları tapmalıyıq. Amma əsasən doğrular verilir. Yəni ki, məsələn, mətnə aid, hər hansısa bir mətnə aid bir məlumat verilir və biz oradan baxırıq ki,
doğruları tam. Məsələn, mətndə bizə verilir ki, mətndə bu məzmunda fikirlər var. Mətni oxuyub biz onun əsasında tapırıq. Sonra Venn diaqramı. Venn diaqramda bax bu formada olur. Ən çox istifadə olunan formasıdır. Bu da nədir? Məsələn, bu hissədə tutaq isim görsü burada verilib. İsimə aid xüsusiyyətlər, bu hissədə sifətə. Ortada isə ümumi fikirlər olur uşaqlar. Aha. İsimlər ümumi. Ha. Məsələn, da isimə aid fikirlər yazırıq ki, isim hallanır, şəxsə, kəmiyyətə görə dəyişir, mənsubiyyətə görə dəyişir, tək və cəm olur, ümumi xüsusi olur, toplu isimlər olur. Sifətə nə yaza bilər? Məsələn, sifət Sifətə keyfiyyət bildirir, əlamət bildirir, dərəcə əlaməti qəbul eləyir. Tutaq dərəcə əlamətin biz nəyə? Yalnız sifətə yaza bilərik də, ismə yaza bilərik, xeyr. Amma tutaq bu əsas hissəyə nə yaza, bu ortaya nə yaza bilər? Hər ikisi əsas nitq hissəsidir, bəli. Hər ikisinin ortaq xüsusiyyətidir. İsimdə əsas nitq hissəsidir, sifətdə. Hər ikisi cümlə üzvü ola bilir, hər ikisi suala cavab verə bilir. Görürsünüz, demək bu ümumi xüsusiyyəti ortaya yazırıq. Amma sırf ismə aid olan xüsusiyyətləri bura, sifətə aid olan xüsusiyyətləri bura. İndi mətn suallarında da necə olur? Tutaq mətn suallarında da iki obraz qarşılaşdırılır, məsələn. Hər hansı obraz bura yazılır, biri də bura. Və birinci obraza aid olanlar sırf ona aid hissəyə yaza bilərik. Digər obraza aid olan hissələr ona aid hissəyə. Ortada isə ümumi. Hərdən də rəqəmlərin yerini dəyişirlər. Məsələn, biz necə? Ən çox burada bax, nəyə səhv eləyirlər? Yəni, mənim diqqətimi çəkən bu olur ki, məsələn, şagirdlər işləyəndə tutaq ismə aid xüsusiyyətə baxır. Deyir ki, məsələn, bura yazıb ki, əsas nitq hissəsi. Deyir ki, məsələn, isim bəlidir, əsas nitq hissəsi. Onda doğrudur. Amma bunu Venn diaqramı bu formada işləmir uşaqlar. Bu fikrə baxandan sonra deyirəm ki, isim bəli, əsas nitq hissəsidir. Klasterin, yəni Venn diaqramın digər hissəsinə də baxıram. Görüm